Mən sənin inancına qarışmıram. Mən sadəcə, sən mənim qardaşımsan, bacımsan. Mən sizi düşünməyə sadəcə istəyirəm ki, düşünəsiniz. Bax, bu bizim yer kürəsi xəritəsidir. Bax, burada bir də bax, Səudiyyə Ərəbistanında baxırıq hanı. Burada müsəlman ölkələrinə baxırıq. Haran əhatə edir. Bax, bu coğrafiyanı, bax, bu ərazini əhatə edir. Bax, müsəlman dediyimiz Allah deyil də bu kainatdan danışırıq. Bu Allahın, əgər bizim bu prizmadan baxırıqsa, hökmü ancaq bu hissədə keçir də, hə? Bax, burada Allahın hökmü keçmir. Çünki bunlar hamısı xristiyandır. Burada əksəriyyəti həmsi xristiyan. Burada həmsi xristiyan. Yəni Allahın bu yer kürəsində ancaq hökmü burada keçir də, hə? Burada Allahın hökmü keçmir. Yəni siz belə deyək də, Ərəb xilafəti haranı o vaxtı zəbt eləyibsə, qılınc gücünü hara qədər İslamı yaya bilibsə, orada Allahı tanıyırlar. Qalan bu yer kürəsində Allahın belə deyək də, nə tanımırlar, nə də belə bilirlər İslam dini belə. Amma keçmir də hökmü. Çünki hər kəs öz dinində sadiqdir, ibadət edir. Bəs yaxşı, düşünürük ya, biz burada yenə edirəm, biz başqa bir alternativ yoxdur. Amma burada bir dənə sizə bir şey göstərim. Bax, bir acı həqiqət deyim sizə. İndi gəlin baxaq. Burada bir ölkə var. Bura bax. Bax, nədir bu? Böyük Britaniya. Bax, bu. Amma bunun sözü dünyanın hər yerində keçir. Amma Amerika Birləşmiş Ştatların onun. Yəni bu rəsmi araşdırın, Amerika Birləşmiş Ştatları bir belə deyək də dövlət, müstəqil dövlət qurduğu bir marketdir. Belə deyirlər. Dünyada deyirlər ki, Amerika, yəni biz şirkətdir. İngiltərənin şirkətidir. Çox da ki, dünyaya hökm eləyir filan. Kanada həmçinin. İngilis dili. Bunların hər birinin əksəriyyətin dili İngilis dili. Dünyada birinci yerdə İngilis dilidir. Ən önəmli dil. Bu dünyanın hər yerinə İngiltərənin barmağı var. Həmçinin bizim Xəzər dənizində BP'nin gəmiləri üzür. İngiltərə. Yəni buradan hər yerində İngiltərənin sözü keçir. Amma qurban olduğum Allahın Taala'nın sözü bir də bu ərazidə keçir. Burada keçmir, burada keçir. Ay qardaş, başımıza dönün. Bu dindir də, bu sənin qəlbində inancdır. Bəs yaxşı, bax, biz danışırıq da, inanmaq. Sən Allahı tez fikirləşirsən, amma inam haqqında düşünmürsən. İndi sən mən bir həqiqət deyim də, dünyanın ən inkişaf ölkələrinin biri Yaponiya. Bəli, bunun da özünə görə öz inamı var. Heç burada ümumiyyətlə demək olar ki, heç belə deyək də 1-2% müsəlman var, yoxdur. Öz dinində yaşayır, ən inkişaf eləmiş ölkədir. Çin olsun, nə bilim Avropa ölkələri olsun və digər. Məsələ bilirsiniz nədir? Məsələ Allah deyil, Tanrı deyil, Bog deyil. Məsələ inamdır, inam. Qardaşım, sənin taleyi həll eləyən inamdır, inam. Sən inamın üçün yaşayırsan, inanaraq yaşayırsan. Sənin taleyi inam şəkilləndirir, inam. Mən də istəyirəm ki, sən inanasan, yenə inan. Amma bil ki, bu Allah burada değil, İran'da değil, bura meyillənmə, bu Ərəbistana meyillənmə. Bu sənə öyrədilən kimi deyil, bu təxribatdır. Sən inanırsan sadəcə gücünə, qılınc gücünə, necəsə bizim təfəkkürümüzə, bizim dinimiz olub. Bəli, biz zərdüşt olmuşuq. Dinləri insan yaradır, qardaşım. İnsandır, bu yer kürəsinin hakimi insandır və hər kəsin, bax o Füzuli dediyi kimi, güldüğü nəzərimdə hər elm və hikmət. Bax, sən özünü tanıyanda, özünə dönəndə içindəki o elm və hikmət, düşünmə qabiliyyəti, içindəki o kərtənkələ beyni öldürüb, özün söz sahibi olasın və düşünəcəksən ki, buna bax, bu boyda dünya, mən durub qardaşımı, Azərbaycanlı qardaşımı öldürürəm ki, Allah da, qurban olum sənə. Bu insanların öz dini var. Burada heç, bəlkə də bu araşdırsan, hər kəs öz inancıdır. Çünki inam, məsələ inamdır. Bəli, Çin öz inancı var. Yəni bu insanlar inanır və öz inandığı şey olur. Misal çəkdim, niyə bu qədər büt var, pir var ölkəmizdə? Çünki insan inanır, inandığı şey olur. Bizi inam yaşadır. Biz inamın sayəsində ayaqda qalırıq. O inam bizi yaşadmaq üçündür, bizi həyata bağlamaq üçündür. Çünki inam, ümid ölərsə, hər şey ölər. İnam bizi yaşadır. O inamın da yerinə nəyi otuzdurublarsa, biz ona ibadət edirik, itaət edirik. Amma əslində biz inamımıza itaət edirik. Və o inamın da yerində istəyir Allah olsun, istəyir Tanrı, hər kəsin öz həqiqəti var. Və bizim iqtidarımızda deyil, bunu yaradan bir gücün olub olmamağı isə aydın məsələdir ki, bax, hər kəs bir yer üzərində dayanmağına görə bir yerin cazibə qanununa borcludur.
yerin kainatın maqnit sahəsində borcudur. Bunlar hər biri bir qüvvətdir. Bütün hər şey atomlardan təşkil olunub və buradakılar da yerin cazibə qüvvəsinə görə dayanıb. Buradakılar da və qaçılmaz bir qüdrətdir. Bəli, bu da yerin maqnit sahəsinə görə bunlar burada qalır. Buradakılar da qüvvətdir. Bəli, bir dəfəlik qüvvətdir. Danılmaz qüvvətdir. Amma sənin inandığın qüdrət ancaq burada hökm eləyir. Burada onu tanımırlar. Yəni, görürsün, biraz düşün də. Düşün, mən sənin inancına qarışmıram, amma düşün də. Buna görə məni öldürmə. Biraz düşün. Və düşün, bil ki, burada bir ölkə var. Bax. Sənin, mənim həqiqətim budur. İnancından asılı olmayaraq bu rəngarəng xəritədə biz qəbul olmuşuq. Bizim öz yerimiz var. Bizim öz dövlətimiz var. Mən bunu demək istəyirəm. Bizim bir-birimizə bağlayan bir qəbiləmiz var. Biz bunlara inanca görə Allahı gedib burada axtarırıq. İldə bura qaçırıq, gedirik bu tərəfə, Obisanı, Ərəbistan, ki, bura, ki, Allah buradadır, yoxdur. Burada, bu boyda Allah burada deyil. Buralara hökm eləyə bilmir o sənin inandığın Allah. Buradadır. Buradadır, bu boyda ləziyə nəzarət edir. Burada, bunların heç birinə, heç bir yerdə onu tanımırlar. Bir düşün də bu şey barədə. Sən ondan ötürü mənim başımı kəsirsən. Hər kəsin öz dini var, inancı var. Öz ibadət elədiyi güc var. Deyir, baba, hamısı bütək ibadət edir. Yaşayırlar da xoşbəxt, səndən, məndən də yaxşı yaşayırlar. Biraz düşün də, qardaş. Çünki məsələ büt deyil, məsələ Allah deyil, məsələ Tanrı deyil. Məsələ inamdır, inam. Hər kəs inamına bağlıdır. İnamı olmasa, ayaq üstə dura bilməz. İnan, amma sənin ağlın var. Sən inama yox, ağlının səsinə qulaq as.